Sabahınız xeyir əziz dostlar, hamıya salamlar. Antalya Finike ilçəsindəyəm. Demre Karaköy səyahətindən sonra, ziyarətindən sonra geri dönürəm Alanya'ya və yol boyu heç olmadığımız Antalya'nın ilçələrindən videolar çəkib sizə təqdim eləmək istəyirəm. Həm də özüm də görmək istəyirəm, bərabər baxacağıq. Bura bizim qaldığımız oteldir. Bu Finike Marina Otel haqqında ayrı video çəkdik. Çox gözəl yerləşməsi var. Buradan o tərəfə doğru gedirik. Demre, Kaş, Elmalı, digər ilçələrə gedirik. Bu tərəf isə demək olar ki, Finike'nin mərkəzi hissələridir. Burada gedəcəyik birazdan. Baxacağıq nə var nə yox. Yuxarıda baxın gözəl villalar, Türkiyənin bayrağı. Burada bir dənə pub restoran var. Qarşıda bir neçə dənə restoran var. Ali Usta'nın yeri var. Vesaire. Otelimizin gözəl hovuzu var. Yayda gəlsəniz hovuzlar. Aşağıda kafe, yuxarıda Selina Rooftop bar və restoran mövcuddur. Gloria restoran. Yəni insanlar da gəlirlər bura. Biz isə başlayaq Finike'ni gəzməyə. Mən də ilk dəfədir gəzirəm. Bərabər gedəcəyik, bərabər baxacağıq. Burada gözəl yeni apartamentlər də görürəm. Baxın, bunlar hamısı dənizə baxırlar. Çox gözəl marina və dəniz mənzərəsi var burada. Mən də oteldə çox gözəl nömrəm var. Baxın, o pəncərəsi açıq olan nömrə, sağ olsunlar, oranı verdilər. Birbaşa dənizə baxır. Burası isə liman taksi və marinanın girişidir. İndi daxil oluruq Finike Marina'ya. İlk dəfə təknələrin, yaxtaların olduğu yer. Baxaq nə var, nə yox. Sonra isə daha içərilərə doğru gedərik. Finike ilə yaxından tanış olarıq. Çox gözəl şəhərdir. Çox gözəl ilçədir. Deməli, vaxtı ilə Likyalılar Finikəni öz paytaxtı elan ediblər. Yəni o dərəcədə şəhərə önəm veriblər ki, şəhəri öz paytaxtı elan ediblər. Çünki zamanında çox ticarət üçün əlverişli, girişi çıxışı rahat və varlı bir şəhər olub. Oxlar bu tərəfi görsədir. Baxın, burada çox lüks bir yaxta görürəm. Doğrudan da çox səviyyəli bir yaxta var burada. Və buradan evlər daha gözəl görsənər. Yuxarıda cami var. Yaxtanı da belə göstərim sizə. Baxın, yuxarıda gözəl cami, evlər burada. Palma ağaçları. Finike əsasən Türkiyədə portakal bağçaları ilə məşhurdur. Yəni Finike deyiləndə ağla Finike portakalı gəlir. Yəni çox dadlı olur. Məsələn, burada deyir bazara filan harasa gedəndə Türkiyədə biləndə ki, Finike portakalı deməli yaxşıdır, dadlıdır. Bu tərəfdə isə balaca bir kafedir, açıq havada. Hava istidir. Günəş çıxıb, yəqin ki 15-16 dərəcə istilik olacaq birazdan. Bu tərəfdə bir neçə dənə şəxsi yaxtalar var. Görsənir ki, səviyyəli yaxtalardır, yeni yaxtalardır. Burada Tarık Turizm. Burada Finike'nin və digər yerlərin, baxın, Mayra, Sant Nikolas, Arikanda, Kekova, Boat Tours. Yəni Finike'də ola biləcək gözəl yerləri sizə gəzdirməyə təklif edirlər. Belə əziz dostlar, Marina boydan qarşıdan sol tərəfə doğru gəzmək üçün baxın, zolaq qoyulub. Mən amma bu tərəfə getmək istəyirəm. Buradan çıxıb mərkəzə tərəf gedək, Finike'yə baxaq. Əziz dostlar, limandan çıxdım və aşağıya doğru enirəm. Burada liman av balıq restoranı var. Bu tərəfdə kebabçı Ali Usta'nın yeridir. Orada isə
Finike'nin qardaşlaşmış olduğu Alman şəhəridir. İndi ora keçib göstərəcəm sizə. Bu tərəfdə böyük bir park var. Çox böyük bir park, yaşıllıq, kafeler, restoranlar var içəridə. Öncə yolu keçib Finike'nin qardaşlaşmış şəhərin hansı olduğuna baxaq. Sonra isə bu gözəl şəhəri biraz gəzərik. Bəli əziz dostlar, kardeş şehir Finike Mosbach. Mosbach 2900 kilometre Deutschland. Almanya'nın Mosbach şəhəri ilə Finike'nin qardaşlaşmış şəhər olduğunu burada öyrəndik. Burada da 4 dənə top lüləsi var. Bu isə balaca bir evdir. Taxtadan bu alan 24 saat izlənməkdədir. Araba, balaca bir açıq hava müzeyi, divarda Mustafa Kemal Atatürk'ün heykeli var. Qarşıda da nəsə var, gedək baxaq orada. Burada maraqlıdır. Milli geyimlər, balaca stullar. Bura muzey kimidir. Keçmiş alətlər də burada görürük. Əkinçilik üçün, qazma üçün dırmıqlar, lapatkalar və s. Burada da Kültür və Sanat Evinin bahçesi Sayın İzzət Akın tarafından bağışlanmışdır. Burada Kültür və Sanat Evidir Finike'nin. Üzürlü sayın, mən də ilk səfəri gəlmişəm. Eyni vaxta baxırıq. Bəli, Finike Belediyesi Kültür və Sanat Evi. Baxın Finike buradan yuxarılara doğru, orada gözəl apartamentlər, evlər var. Burada da villa tərzi belə binadır. Tam Finike'nin mərkəzi dairəsi. Orada Finike yazısı. Çox gözəl bir şəhərdir. Avropa şəhərlərini xatırladır. Baxın, dağda necə villalar tikiblər. Orada mənzərəni indi özünüz təsəvvür edin. İndi daxil oldum tam yolun kənarındakı yaşıllıq parka. Çox gözəl, xoşuma gələn odur ki, qəşəng ağaçlar, səliqə, səhman, uşaqların oynaması üçün çoxlu yer var. Hər yer tərtəmizdir. Baxımlı bir yerdir. Həm də çox sakitdir. Axşam da çıxıb gəzdim. Sakit, səs yox, gürültü yox. Yəni bu maşın yolundan da biraz kənara getsən, ümumiyyətcə nə maşın səsi gələr, nə bir şey, tam sakitçilik olar. Türkiye İş Bank'ın binası, Engin Otel, Halk Eğitim Merkezi vesaire. Diğer tarafta sahilde, indi orada keseceğim. Diqqətimi çəkən odur ki, yuxarı ərazilərdə gözəl villalar var. Hamısı da möhtəşəm mənzərəlidir onların. Daha bir maraqlı abidə, yenə burada da tam mərkəzdə lahit var. Lahit yəni qəbir. Qədimdə olan qəbirlər bu şəkildə idi və göstərirəm sizə. Baxın, qədimdə olan qəbirlər bu şəkildə idi. Dünən Kaleköy'də, Likya yolunda tam bu qəbirlərin önündən keçirdim. Çoxu da sındırılmışdı, qırılmışdı. Görünür, əvvəllər qəbirlərə qoyanda məzar sahibini yanına qızıllar, nəyi var isə qoyurdular. Yəqin onu axtarmaq üçün qırmışdılar. Bu isə Mustafa Kemal Atatürk'ün heykəlidir. İndi sahilə çıxacağıq, dəniz kənarına.
Parkın bu hissəsində gözəl bir nehir axır. Nehirin üstündə belə bir körpü qurublar. Baxın, geniş bir çaydır və tökülür Aralıq dənizinə. Əziz dostlar, şəhərin mən bir qismini göstərirəm sizə. Böyükdür, gözəl yerdir. Siz gəlsəniz yəqin ki 1-2 gün sərf eləyib rahat gəzəcəksiniz buraları. Burada da yenə Mustafa Kemal Atatürk'ün bu dəfə atın üstündə möhtəşəm bir heykəli var, böyük. Bu da böyük meydandır. Akşam buradan kısa video çəkmişdim. Gözəl, səliqəli bir şəhərdir. Yaxınlaşım sahilə. Mənə elə gəlir bu dayandığım yerdən bu mənzərə daha gözəl, dağ mənzərəsi daha gözəl görsənəcək. Bax, göstərim sizə. Dağ və dənizin arası çox deyil. Hətta Alanya'dakindən da yaxındır. Baxın. Mənim çox xoşuma gəldi bu şəhər, ilçə. Antalya Finike. Və nəhayət gəldik Finike'nin çimərliyinə. Tam mərkəzə açılan çimərlik. Gözəl qumu var, buradan görsənir. Qəşəng ağaclar bəzədilib. Hər şey çox səliqəlidir. Çoxlu fotozonlar var şəkil çəkdirmək üçün. Çimərlik də ta o başdan belə uzanır. Böyük bir çimərlikdir. Yuxarı hissəsində yürüyüş yolu. Oradan da vaxtınız olsa gəlin bu şəhərlərə baş çəkin. Gözəl təəssüratlarla ayrılacaqsınız. Burada böyle pirsi de var. Karşıda mayak olan yer. Orada da gəzmək mümkündür. İnsanlar görürəm keçirlər o tərəfə. Oturmaq üçün yerlər, qəşəng. Möhtəşəm. Finikəni çox bəyəndim. İnşallah növbəti videomuz digər ilçədən olacaq. Antalya tərəf gedirik. Çox güman ki Kumlucaya gedəcəyik. Elmalı ilçəsi var, amma o deyirlər yuxarılarda da oralar soyuqdur, qarzad yağıb. Ona görə biz ən yaxşısı dənizə yaxın Kumlucanı çox bəyənmişdim. Bura gələndə keçdik oradan. Gözəl idi. İnşallah qaydanda oranı da ətraflı baxmağa çalışacağıq. Dənizin səsi çox yaxşı təsir edir. Oturub 5-10 dəqiqə burada dənizin səsini dinləmək nə qədər faydalıdır. Belə hörmətli dostlar, izlədiyiniz üçün təşəkkürlər. Növbəti videolara da görüşənə dək deyirəm, sağ olun, var olun.